50-ci bölüm ha. 50-ci bölüm ya. Şaşa bir sənə o iddia. Nə vaxt 8 aydır ki, davam edən bir seriya və artıq 50-ci bölümdəyik. Çox qəribədir. Bir seriyanın bu qədər uzun ömürlü olacağını düşünmürdüm. Əslində baxanda Etraf seriyası da bayağı uzun ömürlüdür. Prosta o çox tez-tez gəlmir də. Ayda bir dəfə gəlir, 2 aydan bir dəfə gəlir. Ancaq qurban olun millətimə həqiqətən də bu kanalı dirsəldən seriya ola bilər. Hətta kanalı dirsəldən seriya həqiqətən qurban olun millətimə seriyası. Buna görə də ona ixanət eləyə bilmərəm heç vaxt. İxanət. Nəsə, bu gün yenə Azərbaycandakı trenddəki videolara, Azərbaycanda düşüş, ciz, xiyar, nə tər gəldi bütün videolara baxacağıq. Zaten bu seriyanın məqsədini, mənasını bilirsinizdir. Məqsədi yoxdur. Görək başımıza nələr gələcək. Siz də qaqaş bu hərəkət etməkdə nə demək istəyirsiniz? Özün bəyənməsən. Nədən? Atalar deyib məsəl məni bəyənməsən. Kartla da iş var, kart kesmədi deyəsə qaqaş. Bura Azərbaycan görürsən. Azərbaycanda belə şeylər var həqiqətən. Ay, iyrəncdir də, həqiqətən söz əsl mənasında iyrəncdir. Dərsdə oturuş şəkli ilə diqqət çəkən tələbə qız. Video niyə bu qədər bərbad başlamaq məcburiyyətinə qaldıq ki? Bu nədir? Xahiş edirəm, bu nədir? Biri mənə açıqlasın ki, bu nədir də? Yəni sən ora nəyə getmisən? Sonra dərs üçün mü getmisən, yoxsa başqa şey üçün mü getmisən? Bura Azərbaycandırmı? Ya orası da naməlumdur da, yəni Azərbaycanlısa əgər. Nəsə tüpərsə belə mühasirə yallah haqqı. Kofe içməyə gəldim, barmenin tatlısı yoxdur. Üzrsən, mən kofe zat içmirəm, belə yerə getmirəm, o başa düşmədim bu video. Artıq ingilis dilində tərcümə etmədən başa düşdüyünü anlayırsan. Bu həqiqətən mükəmməl bir şeydir bu arada. Biz nətərdir? Elə bir ki, məsələn, qorxu oyunu falan oynayanda mən hiss edirəm də onu. Cümləyə baxırsan, cümləyə baxan kimi tutursan da söhbət nədən gedir? Yəni cümlə nədir? Bunu eləyə bilən var, uşaqlar yazın yorumlara. Brat, mən nə bilim bunun hansı məndən xoşu gəlir? Hardan bilim hə? Brat, gəlir sonra bir dənə şit zarafat edirsən. Hansı gülsə deməli onun səndən xoşu gəlir. Pomidor bir gün yolla gedir, üstündən maşın keçir, əzlir olur ketçup. Qəşəng zarafat idi ya. Oy zibil. Məncə mükəmməl seçimdir. Qızlardan belə yaxşı seçimdir məncə Hilal. Fikirləşdim Hilal hardasa. Belə bir söhbət varsa, əgər Hilal hardasa çıxmalıdır bu videoda. Salam canım, salam. Adınız nədir? Detton. Detton? Detton? Sən Detton blok. Belə nihatda ortağıdan Detton deyilir. Çıxarda biləcəyin ən qeyri-adi səs nədir? Vallahi Allah pişikləri çox sevirəm. Pişik məcəkdə edirlər. Məsələn, belə. Sonra birini deyim. Vallahi bu videodan sonra gecəm Instagramı siləcəm. Vallahi bu nədir belə sən Allah? Çox qəribədir. Yəni bu qız məsələn bu verilişi çəkəndə çıxara biləcəyiniz ən qəribə səs adı ilə çəkir də bu şey verilişi. Necə insanlar razı salır da belə bir şey eləyirlər videoda. Həqiqətən çox maraqlıdır da yəni. Adi mən güldürür mat qazan videosu çəkəndə yəni mən adam tapa bilmirdim də. Yəni bunlar necə bu qədər adam tapır çox maraqlıdır. Gözəl, cazibədar, savadlı və ağıllı bir xanım evlənmək üçün oğlan axtarır. Baxın. Şimdi mən bu videoda sadəcə nişanlanmaq. Dizimi atacam. Yerə? Hə, sənə də məsləhət görürəm. Mən elə dizimi ata-ata gəlmişəm də bu yerlərə. Bəs də səcdən deyirəm mən. Yəni belə bir sıxmasın, canlı yayında aldığın bir insan necə birinin olduğunu bilmirsənmi sən bunu deyirsən onu zaten. Nəysə artıq bir söz demək istəmirəm. Allah ağıl versin. İndi yaz ana. A. Böyle ya. Hə, ana böylə yazılır. Niyə məsələn bax kiçik yaşda niyə uşağa məsələn ata düşmənçiliyi yaradırsan məsələn bu ananın günahıdır məsələn belə bir şey deməməlidir. Bura bax elə ortada sallan. Atanın püstəçi elə çək bir VSP-də oxşayır Allah buna bax bir dənə. Gör nə deyirəm Aysel. Ləqəbin saç piti deyil ki. Yox, niyə ki? Çünki axtardığım hər şeyə sahibsən. O dəlli. Qaqaların ən sevimli mahnısıdır da qaqaşın üstünə sudur. Bayaqdan ona baxıram mən. Siz Molla Nəsrəddinləşdirilmişlərdənsinizmi? Nə? Sən gözəllərdən də gözəlsən. O sağ ol. Gözəlim. Öpürəm. Bax belə. Elə. Xala axırda oyu qaqaşdıraq bağladı. Zəncə mahnı qoyma. Telefonuma zəng gəlib, bir dənə cavab verin. Belə səs tala qoymuşam. Nə oldu? Adam belə səs qoy ha. Ay, bunu. Brat, o nə səs brat? Deyək gözünlə gəl. Qardaşım da telefon saatım təncədə. Sən çəkə bilməzsən. Deyirəm sən çəkə bilməzsən. Nəsə yoxdur. Hansı Amerikada qanun var ki, arabçı maşına çəkəndə hansı qıraqda maşın saxlanır gəlib onu çəkir. Arabçı çəkilmiş nəqliyyat var. Nə dəxli var ki? Düşür ora arabçı. Yox düşür ora. Yox düşür ora. Kim deyirsən?
Qəşəng düşür. Qəşəng düşür. İran qəşəng düşür. Spor eləməməklə. Spor eləməklə. Sən qanunları mənə öyrətmə, kişi. Qanunla. Hələ sən qanundan danışmırsan. Sən qanundan. Söhbət nədən gedir? Həqiqətən bu ümumiyyətlə sürücülər niyə bu qədər aqressiv olurlar? Başa düşmürəm. Qardaş, qanunu pozmusan ya pozmamısan da. Yəni bunun ortası yoxdur ki, yəni. Söhbətin nədən getdiyini bilmirəm. Bəlkə də içmişdir, dayı o cür deyirəm. Portuqaliyanın fəxri olmusan. Ronaldo sən həmişə zirvələrdə sən, Messi ilə bütün gün bir yerdəsən. Bu mahnılar kim yazır ama bu ne mahnıdır? Mahnı başka düzlem çeşidi ama öyle değilmiş hakikaten. Nedir bu? Portugalya Ermenistan'a 5-0 koyup Ronaldo bir tane videosu vardı. Ermeni bir tane üstüne gəlir şəkil çəkdirmək üçün Ronaldo əlinə itələyir ha. Elə edit eləyirdilər. Çünki ki Ronaldo Erməniyə qarşı pis bərkidir. Ronaldo onun Erməni olduğunu hardan bilir? Messi hormonun iynəsi vurulmasaydı. Sən qardaş, çoxsu mənə Messi oxşamır. Kişi vaxtında Argentinaya çox gəlib gəlir. Messi Azərbaycan çayı səndən sonra. Heç bir nəfər adam üçün aylığı 100 manat. Montində həyət evi 2-ci mərtəbə, kombi atapleniya sistemi var. Çox saray bir evdir. Çox saray bir evdir. Bu arada zarfatsız yəni Montində falan elə yerlərdə zaten 100 manata tək evi zaten maksimum bir evdən ev tapa bilərsən. Təəssüf ki, evdir bu arada. Həqiqətən vəziyyət pisdir ya. Çox bahadır evlər. Biraz tualetə yəqin qonşu gəzir. Azərbaycanda evlərə hardan gəldiyi məlum olmayan şeylər part 3. Fokka zaten hamı da var bu arada. Ay bunlar prost bizdə yox idi. 100 ilə var idi bundan. Prost bizdə olmuyor pesfak bundan. Çox qəribə tema şeyləri. Bir mövsüm ağanın şəkli. Bəli, bu da 100 ilə var. Hətta pəncərənin qırağına salmışlar yəni. Sizdə hansılar var? Uşaqlar yazın yorumlara. Hörümçəyə bax. Nə eləməyimi istəyirsən? Öldür. Birinci sən gördün. Özün öldür. İnşallah sənsən. O kim deyir? O kim deyir? İlkimdən Sən orada iş görsən, mən də öz kefimdə uzanmışam. ay sağ ol. Heç soruşmuram da ki, nəsə kömək lazımdır. Yox, elə ancaq TikTok, Instagram. Heyvanam da. Hə, düz deyirsən. Bir şey tapşıran kimi də deyirəm ki, işdən gəlmişəm, yorğunam, elə bil vacib adamzadım. Nə olur Anam belə eləyib, mən hər köyüm böyüdü, ona görə beləyəm hə. Bəli, ona görədir. Çünki anan sənə bir çöp də öyrətməyibdi. Cəmaatın yoldaşı əlini ağdan qarıya vurmur, evində qulluqçu saxlayır, amma mən sənə qulluqçu kimi davranıram. Yox da yəni, o qədər də yox. Cəmaat yoldaşını ölkə-ölkə gəzdirir, hər ay xaricdədirlər, amma mən buradan bura səni dənizə aparmıram. Pis hərəm, pis. Yox, yox, elə demə. Niyə elə deyirsən? Amma sən məni o qədər sevirsən, evimi təmizləyirsən, paltarlarımı yuyursan, qablarımı yuyursan, mən də səni sevirəm. Mən də səni sevirəm. Əsəbləşməni idim mən elə bil. Nə oldu? Deyəsən alınmadı. Bu arada yaxşı taktika yapmışam. Nə vaxtsa 75 ildən sonra evlənsəm mən də yoxlayacağam bu taktikanı. Evimdə baş şad elədim. Qəlbimin başına çıxartdım. Kim angırsan pəncənin ağzında sən yoxsa, niyə qoymursan yataq? Video çəkirəm. Nə pis soyulub batırdı lan. Yəni ged öz evində çəkdə. Cəmaat niyə narahat edirsən baş ver. Ola biri ərəbcə nəsə yazıb bura. Nə yazıb deyən tərcümə elə. Hadi sən Ebulfaz deyən mi demi. Sinifə gələn təzə uşaqla münasibət qurmağa çalışıram. Merhaba küçük delikli, ne haber? Küçük delik. Merhaba küçük delikli, ne haber? Nasılsın? Küçük delik kimdir? Büyük delikli misin? Hə, yəni başı ortasında. Klon deyəsən J-dir. Qızların direktində yatan qaqalar. Salam xan. Xanım. Xam, siz dünya gözəlsiz. Bu qız ancaq niyə qaqalar haqqında video çəkir? Nə vaxtsa video çıxır bu qızı. Full ancaq qaqalar haqqında video çıxır. Kız gözü görmüyor. Puz. Ta ki ses etmez. Sus. Bir vakiti donmuştu. Benim. Göstər rəpetini sevim. Abi belələrinə söz deyirəm və ondan sonra gəlmə direktə yazdılar ki, deyirlər ki, ya da video çəkirlər ki, deyirlər bunun xəstəsi varmış, əqli qüsurluymuş. Mən buna baxanda nə bilim ki, bu əqli qüsurludur ya nədir? Bu nə xəstəliyi var, nə bilim də mən nə yəni. Nə məlumatı var? Bu sifətinə baxanda bilirəm ki, bu xəstəliyi var. Özünüzü birinci təqdim eləyin, zəhmət olmaz. Mən Mamedov Mirzağa Qüdrətoğlu. 12 dənə uşağım var. Oha da nə? Hə, basmışam çıxıb. Allah deyir. Ay deyəsən etik qaydalar bir yazıb çap eləyib də niyə yazırsınız? Heç yazmadı qətiyyən. Baxın, bir şey unutmayın ki, əgər söz konusu vətəndirsə, Allah haqqı mən əlimə silah alıb gedib ön cəbhədə vurduraram. Vuraram. Dil çəkər düzün deyər buna deyiblər. iPhone 7 çıxan kimi kasıblar. iPhone alacağım mən. Kasıblar. Gedirlər 8 ay işdirlər sadəcə bir dənə telefon almaqdan sonra. Kasıblar ay kasıblar. Xəbərsiz kim olmasa ağ portalı qız sənə baxır deyəm. Baxarlar da, yəni küçənin ortasında video çəkirlər. Ora baxmayıb kimə baxacaqlar? Toy məclisimiz böyüklər üçün nəzərdə tutulub. Məclis sahibləri qonaqlardan uşaqları toya gətirməmələrini xahiş edirlər. Yəni son dərəcə normal bir şeydir bu arada. Yəni uşaqların ortalıqda qaçmasındansa, yəni gətirməmələrini demələr daha yaxşıdır. Keçən səfər 3-4 dənə oğlan uşağı ikili kişinin cibindən zır paket atıblar ki, əminin poposu fişəydi, cırıq olsa daha qəşəngdir. Kişinin işini partladıblar.
Ondan qabaqda 2-3 dənə qız uşağı bu gəlinin arxadan donundan tutub dartıblar, çıxardıblar ki, Barbinin turtumuşu, Barbinin turtumuşu. Belə uşaqları sən məclisə nə gətirəsən? Bayaq dediyimi kanıtladı qaqaş. Ya görməmişlər evlənəndə belə olur. Abi nə əlaqəsi var da nə? Toy uşaq bağçası deyil, Allah deyirəm sizə. Yəni toya yəni uşaq gətirmək üçün olmalı bir şey deyil də. Yəni qaçırlar, bezdirirlər adamı. Gəl, yəqin bəylə gəlin də orada narahat edirlər. Heç ehtiyac yoxdur vallah uşağa. Ayqa imkan olmadı qalın vagen almağa, nəzik vagen ala bildim. Görən sən canım bunu oralara gətsəm lağ eləməzdər ki. Çox yaxşı idi. Çox yaxşı idi. Bu arada bunu deyəsə AI ilə zətlə düzəldirlər. Çünki real həyatda belə bir şey olmaz məncə. İtələsən yıxılar çünki. Azərbaycanın 80 yaşlı kişi 70 yaşlı qadınla evlənir. Yəqin deyirlər ki 5 illik ömrümüz qalıb, onda heç olmasa xoşbəxt yaşayaq. Bala nə olub sizə? Nədir məqsədi? Niyə Ata YouTube plaketi var. Ayma elə bir ki bax bütün gün Sən gözlə gəlin. Bax siz hər gün döyülməyə, söyləməyə razı olarsınız. Yox. Bu da dözmür də. Mən Kim bu? Hə, o. Niyə dözmürsən? Yekə kişisən. Uy süpü. Real vurdu ya. Xoşbəxt ailə olmağın açarı budur uşaqlar. Hanımcılıq qazanacaq. Qoy söndürüm. Söndürdüm pis yox. Allah. Söndü. Hara zəng eləyirsən? Hara zəng eləyirsən? Telefon qoy. Telefon söndürdüm axı. Qardaş Redmi işlərində elə olur. Ay nə vaxt idi bilmirəm. Hardasa 5-ci 6-cı sinifdə mənim bir telefonu var, yerdə tapmışdım. Sözlər əsəməsini yerdə tapmışdım bu arada. Dəmir yolda tapmışdım. Hər nəsə. Onu elə bir ki alarm qurmuşdum da, səhər durmaq üçün. Hə. Telefonu söndürmüşdüm bir dəfəsində. Hə. Onunla belə çalırdı ya. Telefondakı əzmi görsən sən, çalmaq üçün hər şey eləyirlər. Bu qızla evlənsə olsaydım evdə paltarlar mən yuyardım. Bunu alsa deyərəm mən doğum yerinə. Həyatım sən deyirsən buğun çıxıb. Həyatım sən bu alnında pirişk çıxıb. Bəsdir də. Şəbnəm elə biraz kökəlmisən. Hə, kökəlmişəm. Sən deyəcəm birazdan. Abi kişilər sevdiklərinə sataşmağı sevir də, başa düşürsən. Onları əsəb eləməyi sevir. Prosta bu şirin bir şeydir də, başa düşürsən. Sadəcə sataşır, ilişir yəni. Burada pis bir şey yox. Instagramda göründü. Evdəkilər gördü. Buna görə nə qarırıq? Sosial mediada gördüyümüz hər şeyə inanmırıq uşaqlar. Çünki realda belə deyirlər. Pensiya yaşında qardılar. 70 evdə, 75 evdə nə qardılar? Mən o vaxta qədər yaşasam pensiyan neyinirəm ala? Biraz dindir deyəcək dizlərim ağrıyır. Avtobusda məndən yer istəyən dayı. Bugün çox şey öyrəndim. Sən fakültən hansıydı? Kanalizasiya qapaqlarının və turbalarının təşkili və izahatı. Hə, o nədir? Zaton bududu. Nətər keçdi uni? Balakəndən qrup yoldaşım var idi, Şəkidən də var. Sabahlıdan patop yoldaşım var idi, Qəbələdən fakültə yoldaşı. Bir də ocağını tapsam puzzle tamamlanır, yayda getməyə tonla yerimiz var. Yox, bir şey başa düşmədimi? Niyə texnikaya elə dedi ki, yəni hər yerdə adam gəlir kimi dedi də? Başqa universitetlərdə, başqa yerlərdə adam gəlmir ki, yəni başa çatmadı mən. Əvvəl getdik mola girdik, moladan çıxdıq PlayStation-a getdik, oradan sonra dönər bastı, sonra parkda gəzdik. Dərsə girmədin. Telefonda satmışaq, xəbər olsun. Adusu var ha, şəhərin düz mərkəzindədir. İstəyirsən dənizə gir, istəyirsən mola gir, istəyirsən hər yerə gir. Yəni bildiyi dərs oxumaqdan başqa hər şey ediləsi bir yerdir də. Bir ki adam kişi olar Azərbaycan Universitetində qoyun da. Sonra mama baxdı deyir ki, sizin universitetin ilk dəftərində də yoxdur. Yaşı 42-yə qədər var. Mən 42 edirəm. Bir dənə xaldanı uduzdum. Gəldim bəs onu da gördüm ki, nə? Dərvəzə çatdım ki, yəni görəm bu kimim çıxıra. Bunu maymama, o mənə apardılar. Bax, qızın səsini eşitdim. Onu da gördüm, gedələ bir uçdu. Havada uçdu. O da suda su. Bəlkə də var, bu arvad var, cavanlığında belə deyildir. Sadəcə yaşlaşdığına görə belə olmuş. Sizin qocanın çoxu belədir də, yəni pis şəqallar qocalıqca. Bax qardaşım, nə istəyirsən eləyə də. Gəl mənə APK yüklə hər şey var. Nə bilim, bütün hər şeyi pulsuz yükləyə bilərsən. Spotify-dan tutmuş CapCut-a qədər hər şeyi sındıraq da. Mənim üstdən sistemi sındır, hack elə, istəyirsən hack elə, fərq eləmir. Nə istəyirsən eləyəsən də. Onda gir bir dənə YouTube-a mənim üçün. YouTube'a gir bir dənə. Ay dondu bu. Mən bir şey sanmıram qardaş. Androidlər niyə bu qədər donur falan filan deyə deyirlər ki, abi S25 Ultra-lın ya da S25-in özünü alın da, yüksək büdcəli olan Android telefonlarına gəlin. Belə bir problemlər olmayacaq abi. Yəni sadəcə Samsung telefon deyəndə ya da Android telefon deyəndə o düşük büdcəli 500-600 manatlıq telefonlar yadadır ki, onlar 2 ildən sonra donmağa başlayır. Ona görə beləncə bir algı yaranır insan. Prosta normalda belə deyil. Yəni Samsung-un falan, Redmi-nin falan çox yaxşı telefonları var. Nəyin üstünə qoydu la o? Mən elə bilim yerə qoydu. Zaten o hər yeri dəydi də, yerə nə oldu da? Məncə ən yaxşısı bu tavan qırağına dayanmaq uşaqlar. Cəmi 30 milyon manata 2 ədəd Xəzər və Alov qüllərinə mükəmməl analogsuz mənzərəli 25 sot özəl torpaq üzərində inşa edilmiş
Ümumi sahəsi 5510 kvadrat metrlik. 30 milyon manat elə deyir ki, elə bir cib xərcliyi də la. Bu arada Tur abiye de buradan geçmiş olsun. Eviyle arabası yanmış. Sıkıntı kardeşim ya. Azərbaycan. Azərbaycan. 19 manata məzələn səsən? Azərbaycan. Elə 19 manatına verirlər. 2 dənə yaymadır. 1 2 3 4 10 dənə gürcüdür. Ay zor da la. Nəsib gəlsəniz gedərdik la. Deyir ki, real iti tapa bilərsiniz. Can you find the real dog? Hamısı bir-birinə oxşayır, bu nədir? Gördüm. Gördüm. Görən var uşaqlar yazın yorumlar. Mən gördüm bu arada, həqiqətən deyirəm zarafat. Sizə ipucu verin, bir dənə husky edir. Əgər sən ingiliscə bu zarafatı başa düşə bilirsənsə, deməli həm mizah səviyyən, həm də ingiliscə səviyyən çox yaxşıdır. Engineer, far. Yəni near yaxın deməkdir, far uzaq deməkdir. Onca belə bir şeydir. Prosta bu yumorun nə qəsd var? Mənim yumorum yoxdur, xanca başa düşdüm də, yəni bax. Yazıb A1 ingiliscə, A0 yumor. Qızlar dışarıda hala reglaz çəkərkən nasıl elimizdən heç bir şey gəlmir. Bizdə əlimizdə heç nə gəlməz. Onlarla savaşıb onları yox etmək lazımdır. Sırf qadınlar əziyyət çəkməsin deyə. Kişilərin qadınlara ehtiyacı var, qadınların kişilərə ehtiyacı var. Biz bir savaşda deyilik. Abi yəni də bunu başa düşmək bu qədər çətin olmamalıdır. Yəni cinsiyyət arasında bir dava yaratmaq həqiqətən çox axmaqca bir şeydir də. Bu videonun arxasında bir sizin də mahnısı olmalıydı. Nəysə uşaqlar, bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. 50-ci bölümə özəl bir dənə yüksək bir like gözləyirəm sizdən. Videomu bəyəndinizsə bəyənməyi unutmayın və bu qədər. İnşallah bu video seriyası 100-cü bölümə qədər gedər deyilik və bu videonu burada sonlandırırıq. Gələcək videoda görüşmək üzere. Sağ olun.